Adıq. Salam dostlar. Salam, xoş gördük sizləri. Dərhal kitablara keçək. Başlayaq kitablardan bu dəfə. Bizə çoxlu təkliflər gəlir, kitablardan danışın deyə. Elə deyib, mənə zəng deyirlər. Razısan ümumiyyətlə bu vaxta qədər elədiyimiz bu podkastlardan ya yox? Yox. Niyə? İndicə elə bizim dəyərli əməkdaşımız Sübhan Baya gördüm. Yenə tənqid elədim. Dedi, mən heç yeni bir şey öyrənmirəm sizin videolarınızdan. Dedim, necə? Keçən dəfə yeni söz öyrətdim sizə. Validasiya. Dedi, orasına baxmamışam. Neyse, bugün mən daha yeni bir şeylər danışmaq istəyirdim. Bəlkə də kimsə artıq... Məsələ burasındadır ki, bizim elə bir iddiamız yoxdur ki, biz yeni bir şey öyrədək heç kəsə. Biz sadəcə oxuduqlarımız, gördüklərimiz, bildiklərimizi paylaşmaq istəyirik. Kimə maraqlıdırsa baxsın və əminəm ki, bizim paylaşımlarımızdan ümumiyyətlə istəyən adam çox şey qazana bilər. Bu dəfə mən fikirləşdim ki, bəlkə oradan da elə birbaşa kitabları təqdimatından başlayaq. Sən səhər tezdən çox belə qızğın şəkildə belə dedin ki, gəl Mavi Okean dəyişikliyindən danışaq. Necə oldu? Deməli, səhər tezdən mən getmişəm yoqaya. Və orada mənim bir Baqati rəfiqəm var. Bu Baqati söhbəti Instagram izləyiciləri bilir. Və Zuля, privet. Və ona dedim ki, gəl bu dəfə komfort zonasından çıxaq və daha yaxın gələk dəyərli trenerə. Rugiya, privet. O da mənə dedi ki, yox, o sözü istifadə etmə, komfort zonasından çıxmaq lazım deyil. Komfort zonasını genişləndirmək lazımdır. Və bax, bizim beləliklə çox maraqlı 2 dəqiqə içində söhbətimiz oldu. Və həqiqətən bu iki anlayış arasında kifayət qədər böyük fərq var. Əvvəllər hamı deyirdi ki, komfort zonasından çıx. Tony Robbins var, son kitabını buraxmısınız. Hansı kitabları da onun? Sən Əjdahasan. Yaxşı bir kitabdır, böyük bir kitabdır. Elə Əjdaha kimi bir kitabdır. Tony Robbins dünyada nömrə 1 motivatordur. Milyonlar qazanır sırf bax. Yalnız qazanmaq yox, milyonlarla insan onun çıxışına gəlir. Bəli, elədir. Dünyanın böyük bir festivala ölkəsindən başqa bir ölkəsinə gedirlər sırf ona görə. Və onun çox qiymətli kitabı içindəki əjdahanı öyrət. Çox böyük kitabdır. Hətta onu oxusanız çəkinməyin böyüklüyündən, nişan vura-vura. Həqiqətən də o insanın içərisində görünməz, bilinməz, amma gizlənmiş gücü oyada bilir yəni. Mən həm onun çıxışına baxırdım, həm də auditoriyaya baxıram və görürəm ki, əslində bir sekta kimi bir şeydir. Yəni Tony Robbins danışmaq tərzi falan. Çox maraqlıdır. Tony Robbins çox şey deyir. Amma dediklərinin arasında bax o komfort zonasından çıx, özünü sındır, yəni daha yaxşılığa doğru get. Komfort zonasından çıxmaq lazımdır həqiqətən. Çünki məhz sənin komfort zonasında heç bir inkişaf yoxdur. Axı oturmusan orada balaca bir akvariumda və heç nə yeni bir şey öyrənmirsən, yeni bir hədəf özünə qoymursan, həyatından da heç nə istəmirsən də belə. İndi isə başqa bir hərəkət var, belə deyək. Həm kitablarda, həm müasir psixologiyada komfort zonasını genişləndir deyirlər. Yəni biraz daha geniş elə, yəni ondan uzağa çıxma da, kənar çıxma. Amma sadəcə biraz genişləndir. Bu teoriyalar, bu nəzəriyyələr nə deyirlər? Misal üçün bu Atomik Vərdişlər var ha, bizim çox sevdiyimiz kitab, yeri gəlmişkən çox sevirik bu kitabı. Bax o deyir ki, yavaş-yavaş, balaca addımlarla, böyük dəyişikliklər etmə, yavaş-yavaş hər şey dəyiş, amma yenə də nəyisə dəyişmək lazımdır təbii ki də, amma sadəcə inqilab edin. İndi həmin o Padrugam Zulə ilə söhbət, amma elə bilir ki, qadınlar nə bilim, nəsə də həmişə qeybət eləyirlər, belə maraqsız mənasız söhbətlər eləyirlər. Amma mənim şükürlər olsun ki, rəfiqələrim çox mütaliəli insanlardır və o mənə bu kitabı xatırlatdı. Mən onunla bağlı danışmaq istəyirdim. Baxın, o Mavi Okean strategiyası. Mən də nəyə sevindim? Əslində baxsan, harda hansı dairələrdə kitablar haqqında danışırlarsa və əgər orada öz buraxdığımız kitabı eşidirəmsə, mən buna çox sevinirəm. Bu yaxınlarda bir qəzetin paylaşımını gördüm. İlin ən 50 kitabı da, ilin ən çox oxunan 50 kitabı və gördüm ki, orada ən azından bir 42-43 kitab bizim nəşr elədiyimiz kitabdır. Yəni bu Azərbaycan hududlarından kənarda, yəni beynəlxalq səviyyədə. Yəni ona görə bizim kitabları, məncə biz buraxdığımız kitablar sadəcə yəni təsadüfən belə seçilmiş kitablar yoxdur. Həqiqətən dünya nəyi oxuyursa, biz də onu nəşr eləmək istəyirik. Yəni indi Mavi Okeanla bağlı fikirlərinizi deyin. Deməli, bu kitab nə deyir?
təbii ki, əsasən bizneslə bağlı danışır, biznes strategiya ilə bağlı, amma əminəm ki, məsələn, Evdar xanımlar da, ümumiyyətlə hər kəs buradan bir nəticə çıxarda bilər. Bu nə deyir? Bu deyir ki, biri var Qırmızı okean və o okeanda böyük akulalar mübarizə aparırlar müştəriyə görə, nə bilim, hər şeyə görə, qiymətləri öldürürlər, nə bilim, böyük rəqabət var, böyük gərginlik var, stres var, nəticədə heç kəs heç nə qazanmır, hamı bax elə gərginlikdədir. Bu Qırmızı okean. Biri də var, siz o okeana getmirsiniz. Siz özünüz üçün adi bir dənə mavi okean yaradırsınız və siz o mavi okeanda belə deyə ulduzsunuz. Sizdən başqa heç kəs yoxdur. Siz özünüz üçün rahat üzürsünüz və özünüz öz dünyanızı yaradırsınız. Keçək konkret məsələlərə. Məsələn, biznesdə bu nəyə aiddir? Tutaq ki, iTunes məsələn, biri var piratlıqla mübarizə apararsan, onlar apara bilmədilər legal musiqiyə görə. Ona görə sadəcə çox ucuz qiymətə iTunes yaratdılar və beləliklə hər kəs keçdi o iTunes-a. Sonra hansı nümunə ola bilər? Netflix, məsələn, böyük kinoteatrlardan. Bəli, çox qəşəng nümunədir, bəli. Və o sadəcə olaraq dedi ki, Netflix böyük kinoteatr sənin evində. Bəli. Otur və baxa bilərsən. Siz bilirsiniz, Netflix video kasetin kirayəsindən başlayıb, o bazar öldü. Ona görə onlar yavaş-yavaş elə bax bu streaming biznesinə keçiblər. Yalnız bu deyil, məsələn, Walmart-da oldu, məsələn, 1 manatlıq satışla başladı və elə McDonald's-un özünə qayıdaq da. McDonald's nədir? O düşündü ki, məsələn, insanlar nə edirlər? Onlar hər zaman tələsirlər, işləri var və onlara tez yeyilə bilən və tez də rahat götürülə bilən, aparıla bilən belə bir bu ideyadan yarandı da, yəni ki. Yəni biri var ənənəvi bazar və orada artıq çox böyük rəqabət var. Hansısa bir, misal üçün smartfon biznesində çox böyük rəqabət var. Hamı eyni şeyə görə savaş edir də. Tutaq ki, nə bilim, kamera, neçə tam kamerası var, neçə falan, eyni şeylərə görə gedir. Biri də var, tamamilə yeni bir şey yaradasan və o mavi okeanda sən rahatsan, sən ulduzsan, səndən başqa heç kəs yoxdur, sən rahat üzürsən və öz müştərinə çox unikal, gözəl bir şeylər təklif edirsən. Burada bir şey də var. Məsələn, bizdə bu Amerika üslubudur da. Əgər bir nəfər benzin doldurma məntəqəsi tikibsə və gedib onun yanında bir nəfər digər bir adam bir kafe yarada bilər, digəri bir otel yarada bilər və s. və belə bir şəbəkə, insana xidmət edən bütün bir şəbəkə yaradır. Bizdə biraz əksinədir. Bizdə məsələn, əgər bir benzin doldurma məntəqəsi biri yaradırsa, dərhal digərdə gedir onun yanında başqa bir benzin doldurma məntəqəsi yaradır və burada biraz rəqabət yox, daha doğrusu məsələn bizim Astara yolu üstündə bir restoran var idi, düzdürmü? Çox gözəl bir restoran idi falan və az sonra onun yanında başqa birisi də yaratdı. Eyni tipli, eyni məzmunlu, bir-birinə çox bənzər. Yəni bu rəqabət deyil də. Bu mənə elə gəlir ki, rəqabət üstü daha çox, yəni bu yeni Rusiya modelidir. Yəni yeni Rus modelidir. Yəni əzmək, qorxutmaq və çəkindirmək öz yolundan. Bu düzgün bir yol deyil. Və mən sizə bir başqa bir şey də deyim. Məsələn, bir də təqdimatdan çox şey asılıdır. Məsələn, bizim burada bir kitabımız var, onu mən təqdim edeyim. Bənövşəyi inək. Bunun müəllifi deyir ki, biz Fransanın cənubuna gedirik və birdən-birə qatardan gözəl bir peysaj açılır, mənzərə açılır və bu mənzərədə bütün ağ, qara inəklər səpələnib otlağa və otlayırlar. Və birdən-birə mən düşündüm ki, əgər bu inəklərin içərisində bir dənə bənövşəyi inək olmuş olsaydı, bizim bütün diqqətimiz onun üzərinə yönələrdi. Yəni bu nə deyir? Deyir ki, işinizi bənövşəyi inək kimi görün, fərqli görün. Yəni ki, emosional görün. Əgər yəni ki, bütün bacarıqlarınızı ona həsr edin. Və bu kitab ondan bəhs edir. Eyni zamanda bu kitabla da bağlı deyim, xoşbəxtliyi çatdırmaq. Yəni burada həddindən artıq çox misallar var. Yəni kim öz işini təkrarsız görür. Baxın biz Qubadan gəlirdik, yolun qırağında döndük. Demək balaca bir Quba şəkəri aldıq. O balaca bir yer idi, doğrumu? O gənc oğlandan, Abdullahdan aldıq. Və Abdullahın orada yol qırağında çoxlu Quba şəkəri təqdim edən adamlar var. Amma onların heç biri Abdullah deyil. Çünki Abdullah öz işini çox bənzərsiz təqdim etməyi bacarır. Eyni zamanda Abdullah yalnız bu işi görmür. O, babasından qalan bir xatirənin davamçısı kimi özünü hiss edir. Yəni bu mənada işləri gərək elə görəsən ki, o başqasına bənzəməsin, məhz sənə bənzəsin.
yaxşı bir söz var, deyir, hər kəsin malı onun sahibinə bənzər. Yəni görülən işdə sahibə bənzəsə o daha uğurlu olmuş olar yəni. Mən sizinlə Şəvat bəy iki məsələdə razı deyiləm. Birinci siz dediniz ki, o Rus modelində bir misal üçün müəssisə varsa, şirkət varsa, Rus modeli deyil. Çünki Rus mafiyası 90-cı illərdə Avropada belə bir termin yarandı. Yeni Rus mafiyası da. Yəni bu mafiya nə edirdi? Bu məsələn o vaxta qədər əgər mafiyanın qaydalarına görə kütləvi yerdə silahdan istifadə etmək olmazdısa, yeni Rus artıq avtoritetləri bu qaydaları pozdular. Kütləvi yerdə də insanları öldürürdülər. Harda gəldi, gülləni ata bilərdilər yəni. Qisas almaqdan ötürü. Söhbət ondan gedir yəni. Evet, gəlin belə eləyək. Rəqabət əslində çox əla bir şeydir. Hansısa bir yerdə, tutaq ki, Əhməd Rəcəbli küçəsində dalbadal tikinti materiallar gedir, nə bilim aydınlatma, o işıq şirkətlər var. Bu əslində müştəriyə çox rahatdır. Sən gedirsən bir dəfəlik burada olmadısa, bura girirsən, burada olmasa da bura girirsən. Bu birinci məsələ. İkincisi, məsəl üçün bizim Kresin Mall filialımızda düz bizim qabağımıza balaca çox şirin bir kafe açılır və mənə dünən bizim kafe meneceri yazır ki, ah baxın, burada bir dənə kafe var. Mən dedim əslində bu bizim xeyrimizədir. Çünki bura bir balaca elə bir ki, bir ölü yer idi. Amma bundan sonra digər müştərilər, heç bizim müştərisi olmayanda, onların müştərisi gəlib görəcəklər ki, burada böyük kitab mağazası da var, ümumiyyətlə orada hərəkət olacaq. Yəni, bu əslində xeyrinədir. Bu birinci məsələ. İkinci məsələdə, bu bənövşə eynək məsələsində bilirsiniz, unikallıq hər bir biznesə mütləq olmalıdır. Hər bir biznesin öz siması olmalıdır falan. Amma mən tam da onun tərəfində deyiləm ki, misal üçün də, tutaq ki, əgər kitab biznesidirsə, bu çox konservativ biznesdir, bildiyiniz kimi. İndi biz misal üçün kitabları belə qoyurduqsa, gəlin indi belə qoyaq, da biz çox orijinal olacaq və çox unikal olacaq. Mən bundan razı deyiləm. Yəni, ənənəvi yollar var, konservativ. Tutaq ki, belə kitab biznesi olmasın falan. Yəni, söhbət ondan getmir ki, tam inqilabi bir yolda nəsə etməyi. Amma daha yaxşı, daha uyğun bir model yaratmaq olar. Yəni, məsələ burasındadır ki, biz ilk dəfə kitab nəşr edəndə, sarı kağızda nəşr edəndə hamı deyirdi ki, kitabı niyə sarı kağızda nəşr edirsiniz? Bəli, mənim yadımdadır, müştərilər çox narazı idilər ki, biz istəyirik ki, ağ kağız olsun. Biz indi illər keçdi ki, nəhayət başa düşüldü ki, yəni sarı kağız daha yüngüldür, gözə ziyanı yoxdur, o işığı əks elətdirmir və rahat oxuna bilir. Və daşımaq da dediyim kimi rahatdır. Eynən yadımdadır, siz əvvəl qırmızı klassikanı buraxdınız. O da qiymətə görə hər kəsə uyğun deyildi. Orada orta qiymət 8-9 manat. Sonra doğrusu mən bu kitabı oxuyandan sonra, Bənövşə eynək kitabı oxuyandan sonra qərara gəldim ki, mini klassika seriyasını buraxam. Çünki mini klassikada elə bir seriya yox idi və bu tamamilə yeni bir məhsul idi. Yəni əslində baxsanız, fərqlilik nədir? Fərqlilik yeni bir məhsulun yaranmasıdır. Məsələn, deyək ki, əvvəl sadəcə bir qutab var idi və sonra bir dəvə qutabı var idi və sonra isə sən qutab çox sevirsən, ona görə deyirəm. Və balqabaq qutabı da yaranmağa başladı. Ən sevdiyim. Bundan bağlı gəlin ətraflı danışaq. Fərqli. Siz o qutabı necə sevirsiniz? Yəni bu əslində bu belə deyək də biraz postmodern yeməklərdir də. Yəni həm köhnədən nəsə qalır, həm yeni bir şey əlavə edirsən və yeni dad əmələ gəlir. Yəni kitab da və digər biznesdə belə olmalı. Mütləq hansı mərhələsindən biz kitabdan keçdik qutaba. Mütləq, çünki biraz yaxın sözlərdir və amma mütləq bənzərsizlik olmalıdır yəni. Və eyni zamanda mütləq mən demirəm ki, bir sənaye sitəsi varsa, şəhərciyi varsa, orada gedib məsələn yəni sənayədən kənar bir şey olmalıdır. Yox, əgər sənaye şəhərciyidirsə, əlbəttə ki, qapı düzəldənlər bir yerdə ola bilər, nə bilim başqa şeylər bir yerdə ola bilər. Bu başqa, amma kafelər elə bir şeydir ki, kafelerin bir yerdə olması yox, əhalinin sıxlığına uyğun yerləşməsi məsələsi var. Eyni zamanda benzin doldurma məntəqələrində yerləşmə, məsələn, hər əhalinin sıxlığına uyğun da bir rayonda neçə dənə ola bilər yəni. Deyək ki, 200 və 20 min yaşayan əhalidə neçə dənə ola bilər. Yəni bu cür şeylər var, bu faktorlar var. Elə sadəcə necə gəldi bunu paylaşdırmaq düzgün deyil. Amma mən sizə bir şey deyim ki, mən həmişə deyirəm, kitab oxuyursunuzsa, onlar mütləq sizin həyatınıza toxunuş etməlidir, təsir etməlidir və siz oradan ilhamlanmalısınız. Siz oradan yeni ideyalar əldə etməlisiniz. Bu kitablarda, məhz o kitablardandır. Məsələn, deyək ki, bu kitabla da bağlı yaxşı bir xatirə deyim də, yəni Tony Hsieh. Bu müəllifin adıdır. Bir böyük bir şirkət, adını deməyəcəm. Ricam sən də onu demə.
Bu kitabdan sifariş edib təsəvvür edin ki, biz də Mən heç çox vaxt müştərinin sevinmişik. adını demirəm Ha, axı. biz də çox sevinmişik. Qorumaq lazımdır. 200-300 kitab falan nə bilim nə sifariş ediblər, biz də sevinmişik falan. Və sonradan kitabı nəşr edib göndərəndən sonra bəlli olub ki, bunlar kitabı geri qaytarırlar. Niyə görə? Çünki müəllifin adı Tony Shea-dir. Yəni deyirəm ki, axı bu Tony Shea bu müəllifin adıdır. Burada nə var ki, yəni şey? Yox, dedi bilirsiniz, orada çox belə hörmətli insanlar iştirak edəcəklər. Ona görə də bu müəllifin adı ilə biz o kitabı ora çıxara bilmərik. Yəni belə hallarda olur. Yəni kitabçı yalnız oxucu qıtlığından əziyyət çəkmir. Həm də bu cür hallarla üzləşir və gərək sən onları dəf edə biləsən. Bax belə, bu kitab çox gözəl kitabdır, yeri gəlmişkən. Bir də orada başqa söz də var idi, onları bəyənmədilər. Etiraz sözünə. Ehtiras. Yəni işi ehtirasla görmək. Bir də biz bütün müştərilər hörmətlə yanaşırıq. Yəni mən hörmətsiz sevinirəm ki, biz bu məsələni amma sadəcə deyirəm ki, hər kəs öz leksikonunda düşünür həm də. Hansı sözlərdən istifadə edirsə, o sözlər kimi də o düşüncəsini o sözlərə uyğun qurur. Yəni mənim heç zaman ağlıma gəlməzdi ki, bir müəllifin adı şeydirsə, orada başqa bir şey ağlıma gəlsin və yaxud ehtiras yalnız bir şey, işi ehtirasla görmək. Yəni ki, yəni ürəklə görmək, bundan bütün bacarığını ora yönəltmək. Nəysə, indi bu kitabla bağlı məlumat verim. Burada bu kitabın müəllifləri əslində çox xırda bir şeydən başlayırlar. İşlərini daha yaxşı görmək üçün. Yəni onun, bu bir ayaqqabı firmasıdır və bu böyük bir ambar tikirlər və o ambarda elə olur ki, heç bir ayaqqabı, heç bir məhsul gizli qalmır. Hər şey göz önündədir. Və bu göz önündə olmaq, sadəcə bir faktı dəyişmək, bunların biznesini neçə dəfə irəli aparmış olur. Yəni bax belə bu kitabda biz biznes adamları üçün, iş görən adamlar üçün işinizi fərqli və yadda qalan etmək istəyirsinizsə bu kitabları mütləq oxuyun. Mən Zappsdan 1-2 dəfə ayaqqabı sifariş edirəm. Və necə? Xoşbəxtlik çatdı? Hə. Çünki mənim ölçümdə nə Azərbaycanda, nə də heç yerdə ayaqqabı olmur. Yaxşı, biz bu dəfə kitabdan danışdıq, başqa şeydən danışmadıq. Dostlar, bütün rəylərinizi oxuyuruq, ona görə xahiş edirik, ətraflı yazın, bəyəndiniz, yoxsa yox. Biz davam edəcəyik, əslində baxsanız və rəylər də yazın, müzakirələr edək. Çox sağ olun sizə. Çox sağ olun. Sağ olun.